Deputat Əli Abbasov içkili halda tanış bir qadının evinə gedir və ona əxlaqsız təklif edir. Bu zaman qadının əri qəfil evə daxil olur. Qadının ərinin gəldiyini görən deputat pəncərədən qaçmalı olur. Əri isə sakitləşmir. Əlinə bıçaq götürüb deputatın qaldığı yerə gedir. Deputatı vurmaq istəyərkən araya başqa bir adam girir və o şəxs xəsarət alır. Bu hadisədən sonra Naxçıvanda Əli Abbasovun mandatı ləğv edilir. Lakin bir müddət sonra deputatla qadın arasında bir barışıq əldə olunur və qadın öz şikayətini geri çəkir. Bu dəfə isə Əli Abbasov deyir ki, mənimlə bağlı artıq ortada bir şikayət yoxdur və deputatlığımı geri qaytarın. Bunun üçün isə Ali məhkəməyə müraciət edir. Və onu da deyim ki, xəbəri Qafqaz.info az saytı yazıb. Təsəvvür edirsinizmi? Azərbaycan Respublikasının Milli Məclisinin deputatına baxın. Görün bu millətə kim vəkillik edir və hər ayda bir ətək maaş alırlar. Bizim əziyyətlə, zəhmətlə qazandığımız maaşdan vergi tutulur, bu deputatlara yüksək maaş verilir. Deputat da o pulla içki alıb sərxoş olur və gedib belə bir hadisənin dırnaqarası qəhrəmanına çevrilir. Və bundan utanmır, hələ məhkəməyə müraciət edir ki, deputatlığımı geri qaytarın. Deməyə başqa bir söz tapmıram və bütün şərhi siz dəyərli izləyicilərin ixtiyarına buraxıram.